daxilində, varlığında ən çox oyanan his məhz o ruhdur ki, biz bütövlüyümüzə qovuşmuşuq və biz onu gedib məntəqədə ifadə eləməliyik. Ona görə də biz bunu obrazlı olaraq 44 günlük savaşımızın davamı adlandırdıq. Sadəcə silahsız davamı, siyasi olaraq davamı. Və mən hesab edirəm ki, 20% yükdən azad olmaq təkcə coğrafi bütövlük, suverenlik bütövlüyünü yox, həm də vətəndaş bütövlüyünü yaradıb. İnsanlarımız çiyinlərində o yükün götürüldüyünü görürlər. İkinci məsələ, bu seçkilər, ümumiyyətlə dünyada seçkilər milli gündəliyin yenilənməsidir. 30 illər ərzində bizə iradəmizdən kənarda bir milli gündəlik diktə olunmuşdur və millətin həyatı fərqli bir müstəvidə getdi. Bunu hamımız yaşamışıq, təkrar olaraq qayıtmayaq. 7 fevraldan sonra yeni bir gündəlik formalaşır. Bu milli ideyalardan problemlərin xəritəsinə qədər hamısını əhatə edilir. Üçüncüsü, mən hesab edirəm ki, bu seçkilərdən sonra Azərbaycana olan beynəlxalq təzyiqlər azalacaq və yaxud dayanacaq. Ona görə ki, hansısa standartı Avropa ilə müqayisə eləyəndə görməyən qüvvələr belə millətin bax bugünkü məntəqələrdəki iradəsini görüb də onu qiymətləndirəcəklər ki, hə, bu xalqın iradəsidir. Və millətin mövqeyi olan yerdə kimin qalib gəlməyindən asılı olmayaraq hamı qalibdir. Burada hüquqi olaraq bir nəfərin adı qələbədə elan olunacaq, qalib gəlmiş şəxs kimi, amma siyasi, mənəvi olaraq dövlətimizin gələcək amallarının həyata keçirilməsi anlamında bizim hamımız qalibik. Ona görə də o beynəlxalq təzyiqlər də, təsirlər də qat-qat azalacaqdır ki, insanlar bu prosesə gəldilər, aktiv mövqelərini göstərdilər və bu yeni bir dövrün, yeni bir İranın, yeni bir mərhələnin başlanğıcıdır. Biz bunu qalib Azərbaycanın 100 ili adlandırdıq. Son 300 il ərzində biz daim uduzmuşduq, itirmişdik. Və bizim gündəliyimizdə, o cümlədən seçki prosesində hamımızın platforması Qarabağ və məcburi köçkünlərdən ibarət idi. İlk dəfədir ki, bu məsələlər tamamilə ortadan qalxmış oldu və mən buna doğrudan da çox şükürlər eləyirəm ki, həqiqətən də biz insanlarımızın qarşısına çıxarkən tamam fərqli ideyaları ortaya qoymuş olduq. Ona görə də axırıncı olaraq bu məqamı da işarə eləyim ki, bu il dünya tarixində görünməmiş bir hadisədir ki, 78 ölkədə 83 milli seçkilər keçiriləcək. Bu öz-özlüyündə o deməkdir ki, bütün dünya dövlətləri öz təqvimlərini maksimum dərəcədə qlobal təhlükəsizlik sisteminin çökməsi fonunda bu prosesə uyğunlaşdırırlar ki, hətta bir qismində seçkilər sanki ordunun sərəncamındadır. Orada seçki komissiyası olaraq belə metafora ilə ifadə eləsək, ordudur. Və belə şəraitdə Azərbaycanda seçkilərin vaxtının nisbətən önə çəkilməsinin milli dövlətə əhəmiyyətini biz qeyd eləməliyik. Bunun həm də təhlükəsizlik əhəmiyyəti var. O biri yandan mən hesab edirəm ki, millətimizin gözlədiyi ən mühüm məsələlərdən biri sülhdür. Və bu seçkilər sülh prosesinə, sülh danışıqlarına və ya onun müqavilənin imzalanmasına da müsbət təsir eləyəcək. Ona görə də mən millətimizin göz aydın olsun deyirəm. 7 fevral tarixini, 8 noyabrın, 20 sentyabrın davamı hesab eləyirəm. Fevral ayı 10 illər ərzində millətimizin taleyində, tarixində qara rəngdə bir obraz yaratmışdı. İndi bu rəngdə ortadan qalxıb və təkcə Xocalının alınması kifayətdir ki, bir millət özünün müstəqillik tarixini, azadlıq tarixini yenidən başlasın. Bizim hamımız fəxariyyətlə deyirik ki, 26 məntəqə azad olunmuş torpaqlardadır. Amma 500-ə qədər məntəqə hələ də Bakıda, Sumqayıtda və bütün ölkədədir. Hələ də o məcburi köçkün rayonlarının bütün məntəqələri o ərazilərə daşınmayıb. Əminəm ki, qarşıdakı illərdə ən maksimum vəzifə bütün bu insanlarımızın ora daşınmasıdır. Və bu yalnız azad konkret ərazi deyil, azad Azərbaycan deməkdir, müstəqil Azərbaycan deməkdir və biz 1989-cu ildən heç vaxt bu vəziyyəti yaşamamışıq. Biz bu durumu doğrudan da nə olduğunu bilmədik. Qazaxıstan bildi, Özbəkistan bildi, başqa keçmiş Sovet ölkələri bildi. Tək biz idik ki, bu ərazimizə olunan təcavüz imkan vermədi ki, o bütövlüyün nə demək olduğunu bilək və bütün namizədlər, rəqiblər bir-birinə ekran, efir məkanında, o siyasi didişmələr şəraitindəki arxa planda ərazilərimiz itirilirdi. Onu deyil, sosial məsələləri, iqtisadi və sair məsələləri həll etmiş olur. Yekun. Siz yəqin soruşmuş olacaqsınız ki, gələcək dövrdən bizim gözləntilərimiz nədən ibarət? Seçki prosesi boyunca biz ona çoxlu işarələr etdik. Öz proqramımızı 24 səhifəlik bəyan etdik. Və mən düşünürəm ki, indi bu qanunvericinin tələbinə uyğun olaraq mən bu gün
hər hansı bir təbliğat etmək ixtiyarında deyiləm. Yalnız hökumətin təbii ki, yenidən formalaşması, hakimiyyətdə dəyişikliklərin olacağını da bir zaid oruc olaraq gözləyirəm. Mən düşünürəm ki, millətimizin tarixində yeni bir dövrün, yeni bir səhvənin başlanğıcı münasibəti ilə öncədən millətimizi təbrik etmək olar. Sualınız varsa buyurun. Zahid müəllim, sizin müşahidəçilər də, komandanın müşahidəçiləri yəqin seçkilik məntəqələrini çalışırlar. Bu sırada hər hansı bir pozuntu haqqında sizə məlumat verilibmi? Siz inanın, baxın, bu bir aylıq dövr ərzində, yəni konkret desək 23 gün ərzində lövhələrdə bizim plakatlara hər hansı bir əllər uzanmadı. Bu özü də bir sosial psixologiyanın göstəricisidir. Əgər doğrudan da kütləvi cırılmalara məruz qalsaydı, kiminsə aqressiyasından, etimad votumunun olmamağından danışa bilərdik. Siz çox təcrübəli və istedadlı bir xanım jurnalistsiniz, 10 illər ərzində siyasi dönəmləri və seçki kampaniyalarını izləmişsiniz. Bu çox mühüm göstəricidir ki, seçki gününün o deməli sükut günü olan zamanda o plakatların da necə deyirlər, təmizlənməsi elə bir intizamla oldu ki, o da bir mədəniyyətin göstərisinə çevrildi. Çünki 6 milyon 400 minin üzərində seçicinin hamısının adı təsbit olundu. 5. Kiminsə digərinin əvəzinə səs verməsi kimi bir halların, bu və ya digər keçmiş seçkilərdə özünü göstərən negativlərin olmadığını da biz müşahidə eləməkdəyik. Yəni, insanlarımız daxilindən, ruhundan təzələnmiş olurlar. Hətta mən sizə açıq deyirəm ki, seçki sistemimizin özü də təzələnir, özü də yenilənir. Bu mənada biz qarşıdakı dövr üçün həm bələdiyyə, həm parlament seçkilərinin elə bir ruhda keçirilməsini